Hörmətli izləyicilər, mən Onur Rəsulov, Amarkes Global Broker şirkətinin hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi keçən həftə Amerikada inflyasiya açıqlanmış oldu. İnflyasiya proqnozlarından belə deyək aşağı 2,9% yox, 2,8% açıqlanmış oldu və illik əsasda təbii ki, bu inflyasiyanın aşağı düşdüyünü göstərdi. Bu bir mənada dolar indeksinin olan satış trendini gücləndirməli idi. Lakin diqqət yetirsəniz 3 mart tarixində bizim sistemimizdə əsasən yaranmış satış siqnalı, dolar indeksində olan satış siqnalı və düşən trend bir mənada 12 marta qədər davam etmiş oldu və 12 martda bir konsolidasiya daxil oldu. Çünki həmin günü bazar nə birinci müqavimət səviyyəsini, nə də birinci dəstək səviyyəsini qırıb onun altına bağlamış oldu. Range'də ticarət edirdi. Lakin diqqət edirsən 13 martda artıq dolar indeksində bir alış siqnalı yaranmış oldu. Çünki birinci müqavimət səviyyəsi qırıldı və qiymət həmin səviyyənin üzərində bağlanmış oldu. Bu da bir mənada dollarda yuxarı yönlü korreksiyanın siqnalı idi. Baxmayaraq ki, inflyasiya aşağı açıqlanmışdı, lakin dolar indeksində olan düşüş bir mənada konsolidasiyaya başlamış oldu. Bunun başlı səbəbi, hörmətli izləyicilər, istiqraz bazarındadır. Əgər siz Amerikan xəzinə bondlarına diqqət yetirsəniz, hal-hazırda Amerikan xəzinə bondlarının illik əsasda faiz gəlirliyi 4,20 və 4,25%dir ki, bu da kifayət qədər yüksəkdir. Əslində, Trump administrasiyasının əsas məqsədi həmin istiqraz faizlərini aşağı çəkməkdir. Çünki Amerikada bir öncəki borclara üçün ödənilən ortalama faiz 2,5% olub və buna baxmayaraq Amerika bu borclar üçün təxminən bu il ərzində 1 trilyon dollar pul ödəməli olacaq. Hal-hazırda Amerikanın, yəni bu il üçün Amerikanın borclarının təxminən 10 trilyon dollar, yəni 27% ətrafında bir belə deyək, borc məbləğini yenidən maliyyələşdirməli olacaq və bu yenidən maliyyələşdirməni də hal-hazırki faiz dərəcəsi, yəni bu istiqrazlar üçün ödəniləcək faiz 4,20 və 4,25% ətrafında yenidən maliyyələşdirilərsə, təbii ki, bu Amerika üçün çox ciddi problemə çevriləcək. Çünki belə olan halda daha yüksək faiz ödəməli olacaq Amerika. Ondan dolayı da Amerikada istiqrazların, yəni Amerikan xəzinə bondlarının faiz gəlirliyinin yüksək olması bir mənada investorları bu sahəyə daha çox cəzb edir və bundan dolayı da dollara olan tələb artmış olur. Təbii ki, bu gün ərzində Amerikadan açıqlanacaq pərakəndə satış göstəriciləri də investorlar tərəfindən diqqətlə izləniləcək. İllik əsasda pərakəndə satışların 0,6% olacağı proqnoz edilir. Xüsusilə niyə görə bu önəmlidir? Çünki pandemiyadan sonra Amerikan iqtisadiyyatının əsas belə deyək, hərəkət verici qüvvəsi istehlak olub və pərakəndə satışlar da bir mənada istehlakı göstərən əsas iqtisadi göstəricilərdən birisidir. Əgər istehlak, yəni pərakəndə satışlarda artım olarsa, bu bir mənada istehlakın yüksək olduğunu və iqtisadiyyatın daha canlı olduğunu göstərə bilər və dolar indeksində qalxışı sürətləndirə bilər. Gün ərzində dolar indeksi, yəni bu gün üçün birinci dəstək səviyyəsi olan 103,092-ni qırıb onun altında, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz dolar indeksində yuxarı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, növbəti maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyündə də 3 martdan etibarən başlayan qalxış trendi bir mənada 11 mart tarixində müəyyən konsolidasiya daxil olmuş oldu və hətta 12 martda artıq avro-dollar valyuta cütlüyündə satış siqnalı yaranmış oldu. Çünki həmin gün qiymət birinci dəstək səviyyəsinin altına bağlanmış oldu. 13 martda da diqqət etirsəniz, qiymət birinci müqavimət səviyyəsinin altına bağlanıb. Əgər qiymət birinci müqavimət səviyyəsinin üzərində bağlansaydı, biz müəyyən mənada avro-dollarda qalxışın davam edəcəyini proqnoz edə bilərik. Lakin qiymət həmin səviyyənin altına bağlanması satıcıların bazara daxil olduğunu göstərən faktordur. Təbii, avro-dollar valyuta cütlüyünü dəstəkləyən əsas faktor dolar indeksində olan düşüş və eyni zamanda Almaniyanın dövlət xərcləmələrini artırması ilə bağlı və borc limitini artırması ilə bağlı plan idi. Və xüsusilə qeyd etmək lazımdır ki, bununla bağlı layihə Almaniyada artıq aşağı palatadan keçib və bir mənada bu avronu yuxarı yönlü dəstəkləyən dediyimiz kimi əsas faktorlar arasındaydı. Lakin xüsusi olaraq burada geosiyasi faktorlara da diqqət yetirməliyik. Əgər Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar müsbət yekunlaşarsa, bu avronu daha da gücləndirən elementlər arasında ola bilər. Lakin Trump'ın belə deyək ki, Avropa Birliyinə tarif siyasəti, tarif tətbiq etməsi ilə bağlı açıqlamaları, xüsusilə bir çox sektorları əhatə etməsi bir mənada avro-dolları təzyiq altında saxlaya bilər. Əgər gün ərzində avro-dollar valyuta cütlüyü bu gün üçün birinci müqavimət səviyyəsi olan 108, 1,08
980 səviyyəsini qırıb, yəni bu səviyyəni qırıb qiymət həmin səviyyənin üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə düşüşün davam edəcəyini müşahidə edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi İngilis funtu və dollar valyuta cütlüyündə də deməli 3 mart tarixindən etibarən başlayan qalxış trendi bir mənada artıq 12 martdan etibarən konsolidasiya daxil olmuş olur. Diqqət etirsəniz, həmin tarixdən etibarən bazar ancaq range içərisində birinci müqavimət və dəstək səviyyəsinin arasında ticarət edilir və gün ərzində də əgər valyuta cütlüyü birinci dəstək səviyyəsini qırıb yuxarıda bağlanarsa, biz fund və dollar valyuta cütlüyündə qalxış trendini proqnoz edə bilərik. Yox, əgər bazar birinci dəstək səviyyəsini qırıb onun altına bağlanarsa, yəni bu gün üçün 1.29, 121 səviyyəsinin altına bağlanarsa, biz valyuta cütlüyündə düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Bu həftə ərzində İngiltərə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı gözlənilir. Faizin dəyişməyəcəyi proqnoz edilir. Təbii ki, bu da bir mənada İngilis funtunda range ticarətinin davam edəcəyini, davam etməsinə səbəb ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi qızıl, deməli 14 mart tarixində, yəni keçən cümə günü tarixi zirvə olan 3000 dollar səviyyəsini test etmiş oldu. Təbii ki, qızılda alış siqnalı 11 mart tarixində yaranmışdı. Diqqət etirsəniz, həmin tarixdə birinci müqavimət səviyyəsi qırıldı və qiymət həmin səviyyənin üzərində bağlanmış oldu və həmin vaxtdan bəri diqqət etirsəniz, qızılda qalxış trendi davam edib və birinci dəstək səviyyələrinin altında bağlanmayıb. Və qeyd etmişdik ki, nə qədər ki birinci dəstək səviyyələrinin altında bağlanmırsa, qızılda qalxış trendi davam edəcəkdir. Təbii qızılın qiymətinin qalxmasının əsas səbəbi qlobal səviyyədə ticarət müharibələrdir. Bir digər faktor isə, hörmətli treyderlər, videomuzun başlanğıcında izah etdiyimiz kimi, Amerikanın əsas borc problemidir. Amerikanın bu borcu həll etməsinin tək yolu bir mənada inflyasiyadır. Yəni, inflyasiyanın artması, faizin aşağı çəkilməsi, dolların ucuzlaşması Amerikanın bu borcun, belə deyək, bir mənada ödəməsi üçün əsas faktorlardan birisidir. Təbii ki, makro treyderlər də bunu müşahidə edirlər. Bir mənada qızılın belə deyək, qiymətinin qalxmasının və qızıla olan tələbin artmasının əsas səbəbi budur. Çünki dolların düşməsi ilə bağlı olan gözləntilər bir mənada həm mərkəzi bankları, həm də beynəlxalq investorları aqressiv şəkildə qızıl almağa yönəldir. Nə qədər ki, Amerika əslində borc problemini bir mənada yüngülləşdirməyəcəksə, biz qızılda qalxışın davam edəcəyini proqnoz edə bilərik. Təbii ki, bu bir mənalı olaraq düz xətli qalxış olmayacaq, amma müəyyən korreksiyalarla hələlik qızılı olan belə deyək, tələbin artacağını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Bildiyimiz kimi S&P 500 indeksində əslində 20 fevraldan etibarən başlayaraq uzun bir düşüş trendi başlamışdı və həmin tarixdən etibarən qiymət ancaq birinci müqavimət səviyyələrinin altına bağlamışdı. Lakin diqqət etirsəniz, keçən həftə, yəni 14 mart tarixində S&P 500 indeksi birinci müqavimət səviyyəsinin üzərində bağlanmış oldu. Təbii bunun başlıca səbəbi Amerikada inflyasiyanın aşağı gəlməsi idi. İnflyasiyanın azalması bir mənada federal ehtiyatların faizi aşağı salacağı anlamına gəlir. Faizi aşağı salmaq da bir mənada səhəm bazarına müsbət təsir edir. Çünki faizlərin aşağı düşməsi bazarda pul kütləsini artırır. Pul kütləsinin artması isə bir mənada investorları səhəm bazarına yönəlməsinə səbəb olur. Və bundan dolayı da S&P 500 indeksinin olan düşüş trendi bir mənada artıq sonlanmış oldu və yuxarı yönlü korreksiyanın siqnal yaranmış oldu. Nə qədər ki, S&P 500 indeksi birinci dəstək səviyyəsini qırıb onun altına bağlanmırsa, yəni bu gün üçün 5483 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yuxarı yönlü korreksiyanın şahidi ola bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.